İki şey lazımdır. Birinci, insanlar maşın sürməyə ciddi münasibət bəsləməlidirlər. Maşın, deməli, bəziləri maşına oyuncaq kimi baxırlar ki, maşın alacağım, maşın alacağım. En böyük arzum idi, bəli. Qızıma qırmızı maşın alacağım. Son vaxtlarda özə dəbdə daha sosial şəbəkələrdə hamı, həyat yoldaşlar, yaman belə reklam olub belə. Amma bir fikirləşmir ki, ay qardaş, bu maşın öz-özünə gedəsidir. Alırsan al. Ay, amma belə imkanın varsa, bunu bir təlim kurslarına göndər. Amma kurslara göndər, öyrən, bu maşın öz-özünə. Birinci, ciddi münasibət lazımdır maşın sürməyə. Maşın zarafat deyil, yenə də təkrar edirəm. Maşın sürə bilənlərin əlində çox böyük xoşbəxtlikdir. Maşın sürə bilməyənlərin əlində gələcək faciələrə aparan qurğudur. Bu belə. İkincisi isə, bu kobud səhvlər, bu artıq təcrübəli sürücülərə aiddir. Bir balaca beyin işlətmək lazımdır. Bir balaca düşünmə tərzi lazımdır ki, sizi evdə gözləyirlər. Sən sağ, sol eləməklə, kimsə kəsməklə, qırmızıya keçməklə sən gedib ailəvə çatmaya bilərsən. Sənin ailən başsız qala bilər. Xala, bibi, əmi 3 gün kukuli eləyəcəklər. Ondan sonra çıxıb gedəcəklər. Sənin uşaqların qalacaq başsız çətinlikdə. Heç olmasa bunu fikirləş ki, sən həyat yoldaşıva lazımsan, sən övladlarıva lazımsan və kobud səhvlər eləmə ki, qəzaya düşməyəsən. Bundan aydın mən necə deyim?